7-ci sinif testindən deməli, Rasin ədədlər bölməsinin A variantının izahına baxaq. Deməli, bir nömrəli sualda deyilir ki, hansı ifadə doğru deyil? Mürəkkəb ədədin natural bölənlərin sayı 3-dən az deyil. Mürəkkəb ədədin natural bölənlərin sayı 3-dən az deyil. Baxaq görək, bir mürəkkəb ədəd götürək. Kiçik mürəkkəb ədəd, məsələn, 4-dür. 4-ün deməli, natural bölənlərin sayı deyir 3-dən az deyil. 4-ün natural bölənləri hansılardır? 1, 4 1-ə bölünür, 2-yə bölünür, bir də 4-ə bölünür. Yəni, ən kiçik mürəkkəb ədədimiz 4 olduğuna görə, bunun natural bölənlərin sayı bəli, həqiqətən də 3-dən az deyil. Demək ki, bu qaydamız düzdür. Yəni, bu birinci qayda düzdür. Sonra qarşılıqlı sadə ədədlərin əbubu 1-ə bərabərdir. Bəli, mən demişdim ki, qarşılıqlı sadə ədədlər hansı ədədlər idi? Məsələn, 1 ilə istənilən ədəd qarşılıqlı sadədir. Ardıcıl natural ədədlər qarşılıqlı sadə ədədlərdir və ardıcıl gələn tək ədədlər qarşılıqlı sadə ədədlərdir. Bu 3 xassəmiz vardı və digər yerdə qalan ədədlər də, yəni onlarla biz sadə vurğula ayıraraq biz onların qarşılıqlı sadə olub-olmadığını tapa bilirik. Və o qarşılıqlı sadə ədədlərin əlçobu, deməli onların hasilinə, əbubu isə 1-ə bərabərdir. Bəli, bu da düzdür. Hər bir cüt ədəd mürəkkəb ədəddir. Hər bir cüt ədəd, məsələn, hər bir cüt ədədimiz biri, məsəl üçün 2. 2 cüt ədəddir, amma mürəkkəb deyil. Ən kiçik sadə ədədimiz bizim deməli 2-dir, cütdür. Cütdür, amma cüt olsa da mürəkkəb deyil. Burada isə deyir ki, hər bir cüt ədəd mütləq mürəkkəb ədəd olmalıdır. Xeyr, mürəkkəb ədəd deyil. 2 ən kiçik sadə ədəddir. Deməli, bizim variantımız bu olacaq, C bəndi. Sonra deyir ki, vahid nə sadə, nə də mürəkkəb ədəddir. Vahid yəni 1. Biz demişdik ki, 1 nə sadədir, nə də mürəkkəb ədəddir. 1 də doğrudur. Sonra qarşılıqlı sadə ədədlərin əbubu onların xassilindən bərabərdir. Qarşılıqlı sadə ədədin əbubu. Qarşılıqlı sadə ədədlərin əbubu onların xassilinə bərabər ola bilməz, əlçobu onların xassilinə bərabər ola bilər. Burada deyir, burada 2 dənə variantımız əslində çıxır, çünki C və Y bəndi. Baxın, hər bir cüt ədəd deyir ki, mürəkkəb ədəddir. Məsəl üçün, cüt ədədlərin bir nə sadədə, nə də mürəkkəbdir, 2. 2 cütdür, amma cüt olsa da mürəkkəb deyil axı. Yəni biz yəni 2-ni mürəkkəb ədəd kimi götürə bilmərik. Mürəkkəb ədədin qaydası necə idi? Yəni 2-dən çox natural böləni olmalıdır. 2-nin isə natural bölənləri nədir? 1 idi. 2 1-ə bölünür, bir də 2-nin özünə bölünür. Yəni burada 2-dən çox natural bölən olmadığına görə biz onu mürəkkəb ədəd kimi götürə bilmərik. C və Y bəndi burada doğrudur. İkisi yəni doğru olmayan variantımız C və Y bəndidir. Burada variantı səhv veriblər. Heç olmasa məsələn, burada əlçob kimi versəydilər, əlçobu onların xassilinə bərabərdir. Bu formada versəydilər, hə, cavabımızı ancaq C bəndi kimi götürə bilərdik. Daha sonra keçək digər suala. Ədədlərin artma sırasını göstərir. Ədədlərin natural ədədlər və tam ədədlər, burada hamısı mənfi ədədlərdir. Biz bilirik ki, mənfi ədədlərdə ümumiyyətlə 0-a yaxın olan ədəd ki var, məsələn, -1, -2, -3, -4. 0-a yaxın olan ədəd daha böyük ədəd sayılır. İndi hamısı deməli 1 tamdır. Tam hissəsi 1-dir. Deməli, -1, -1, sonra -1,1, -1,2, sonra -1,3. Deməli, bunların artma sırasını deyir göstərin. 0-a yaxın olan ədəd hansı ədəddir? Yəni, baxın, bu -1 0-a daha yaxın olan ədəddir. Bizə artma sırasını göstərir. Artma sırası, yəni kiçikdən böyüyə doğru biz düzməliyik. Deməli, ədədimiz əgər mənfi ədədləri 0-dan deməli uzaqlaşdıqca, onlar artıq azalmağa doğru gedir, artmağa doğru yox. Nə qədər 0-dan uzaqdırsa, onlar azalacaq. Deməli, bizim birinci ən kiçik ədədimiz budur, sonra budur, sonra budur və getdikcə artır. Yəni, sonuncu da bax budur. Artma sırası olacaq bu formada. -1,3, sonra olacaq deməli -1,2, -1,1 və -1-in özü. A bəndi. Sonra ifadəsinin də qiymətini hesablayın. İfadənin qiymətini hesablayaq. Hesablayaq bunları. 2 çıxılsın, 2 çıxılsın 1 tam, 1 çıxılsın 3də 1. Bir də 2 çıxılsın 4də 3 bölünsün. 10-da 0,5-i də mən 10-da 5 kimi yaza bilərəm. Bərabərdir. 2 çıxılsın. Mən 1-i necə yaza bilərəm? 1 deməli tam ədəddir. Mən onu 3də 3 kimi yaza bilərəm.
Niyə 3-də 2 kimi? Çünki məxrəci 3-dür ona görə. Digər kəsir məxrəci 3-dür və həqiqətən də 3-ü 3-ə böləndə onsuz da mən bir kəsirini almış oluram. Deməli, məxrəcləri bərabər olan kəsirlərin toplama və çıxılmağı necədir? 3 olduğu, məxrəc olduğu kimi qalır, sürətlərdə olduğu kimi çıxacaqsınız. 2 çıxılsın. Baxın, burada həm çıxma, həm də bölmə var. Çıxma, həm də bölmə var. Birinci əlbəttə ki, bölməni həll etməliyik. 4-də 3 bölüm vurulsun. Bölmə olacaq vurma. 10-da 5 kəsir olacaq. 5-də 10 kəsiri kimi olacaq. Bərabərdir. 2 çıxılsın. İndi biz, baxın bu sürəti həll etsək, birinci bu sürəti həll etsək, 3-dən 1 çıxanda 2 bölünsün 3, 2 çıxılsın. Mən bunları deməli həll etməliyəm. 4-lə 12, deməli, 2-yə ixtisar gedəcək, çünki cüt ədədlərdir. 4-ü 2-yə böləndə 2, 10-u da 2-yə böləndə 5. Bu 5-lər ixtisar gedəcək. 5-lər ixtisar gedəcək, qalacaq 1. Qalacaq nə? 3 bölünsün, deməli 2 qalacaq. 3 bölünsün 2 bərabərdir. 2 çıxılsın, deməli 2 bölünsün 3 çıxılsın. 2-də 2 kəsiri mən necə yaza bilərəm? 2 kəsiri mən necə yaza ədədini necə yaza bilərəm? 1 tam, deməli, 2-də 2 kimi yaza bilərəm, çıxılsın 3 bölünsün 2. 2-ni 2-yə böləndə həqiqətən baxın burada 1 eləyəcək. 1-in də üzərinə bax, bu 1-ə gələndə 2 ədədini biz almış oluruq. Bərabərliyində hesabla 2 çıxılsın, 2 bölünsün 3. 1 tam 2-də 1, 1-dən bax bu 2-də 3 kəsir ədədinin kəsr hissəsi, tam hissəsi 0-dır və yaxud da ki, heç elə yazmağa ehtiyac yoxdur. Elə, biz, ortaq məxrəclə gələ bilərik. Ortaq məxrəclə gələ bilərik. Baxın buna, ortaq məxrəc gələk. Heç ona yazmağa ehtiyac yoxdur. Deməli 2, 2-nin məxrəci nədir? 1-dir. 1-lə 2-yə əlkəb eləyəcək 2. 2-ni demək 1-ə böləndə 2. 2-ni də 2-yə böləndə 1 eləyəcək. 2 dəfə 2-nin 4-dən də 3 çıxanda eləyəcək 1. Mən də bunu qısa olaraq elə yazım bura. 1 yazım. 4-dən də 3 çıxanda eləyəcək 1. İndi bu kəsiri mən bir-birinə bölməliyəm. Alınan cavabdan da 2-ni alınan cavabdan çıxmalıyam. Deməli 2, bunu da yazanda belə yazırıq. 2 çıxılsın, 2 bölünsün, 3 kəsri bölünsün 2-də 1 bərabər. Bu kəsir xətti nə deməkdir? Bölmə deməkdir də. İndi 2 çıxılsın, 2 bölünsün 3. Birinci kəsir olduğu kimi qalacaq. İkincinin sürətlə məxrəcin yeri dəyişəcək. Olacaq 1 bölünsün 2 bərabərdir. 2 çıxılsın. 2 dəfə 2-nin 4, 3 də 1-ə vuranda 3 eləyir. Yəni mən sürətləri bir-birinə, məxrəcləri də bir-birinə vurmalıyam. İndi 2-nin məxrəci 1-dir. Deməli, yenə də əlkəb tapmaq lazımdır. Ortaq məxrəc gəlməliyik. 1-lə 3-ü əlkəb nə eləyəcək? 3-ün özü. 3-ü 3-ə böləndə 1, 3-ü də 3-ə böləndə, 3-ü 1-ə böləndə daha doğrusu 3 eləyir. 3-ü də 3-ə böləndə 1 eləyir. 3 dəfə 2-nin 6, 4 dəfə 1-in 4. 6-dan 4 çıxanda 2 böl 3. Cavabımız eləyəcək 2 bölünsün 3 formada, yəni A bəndi. İndi ifadənin qiymətini hesablayın. Ümumiyyətlə biz bilirik ki, moduldan həmişə müsbət ədəd çıxır. Yəni biz mənfi ədəd tapsaq, moduldan biz onu müsbət kimi çıxarmalıyıq. X bərabərdir -11-ə. İndi modul yazarıq. 2 çıxılsın, x plus 5 bərabərdir. 2 çıxılsın, modulda x-imiz nədir? X-imiz bizim -11-dir. Gətirib yazırıq yerinə -11 plus 5. Vəssalam. İndi biz birinci vaxt bu modulu həll etməliyik. Sonra alınan cavabdan ikinci modulu həll etməliyik. O formada hesablayırıq. Yəni birinci mötərizə necə? Mötərizənin daxilində mötərizə olanda birinci daxildəki mötərizə, sonra ikinci mötərizəni həll etməliyik. Bax o formada. İndi 2 çıxılsın. Biri baxın mənfi, biri müsbət olanda işarə böyükdən kiçik çıxıb böyüyün işarəsini yazmaq lazımdır. 11-dən 5 çıxanda 6, amma -6. Biz bilirik ki, moduldan deməli baxın -6 da olsa modul daxilində olduğuna görə müsbət 6 çıxılsın, müsbət 6 bərabərdir. İndi yenə də baxın biri müsbət, biri mənfidir. 6-dan 2 çıxanda 4 eləyəcək, amma necə 4? Müsbət 4 cavabımız modulda olduğuna görə müsbət 4 çıxacaq. Yəni burada deməli oldu A bəndi. Sonra digər suala baxaq. Deyilir ki, 3-dəki hissəsi 6 olan ədədin 0,2 hissəsini tapın. 3-dəki hissəsi 6 olan ədəd. Birinci hissə gələndə deyirdik ki, nə edirik? Ədədimizi bölməliyik kəsrə. İndi 3-dəki hissəsi 6 olan ədəd, yəni 6 bölünsün 3-də 2 bərabərdir. 6 vurulsun 2, 3, daha doğrusu 2 bölünsün 3. 6 ilə 2 ixtisar gedəcək, qalacaq 3 vur 3, 9 eləyəcək. Deyək ki, bu həmin bax bu ədədi, yəni 0,2 hissəsini tapın. Ədədin 0,2 hissəsi nə deməkdir? Yəni ədəd vurulsun 0,2. 9 dəfə 2-nin 18, 18-i də 10-a böləndə bölgü sıfırların sayı qədər sağa sürüşür, daha doğrusu sola sürüşür, yəni olacaq 1,8. Cavabımız olacaq D bəndi. Sonra
Deməli, D variantı. Deyir ki, -4,3-dəki ədədi karnın 9 üzərində hansı tam ədədlər arasında yerləşir? Mən bunu deməli dərsdə də izah etmişdim. -4-ü qeyd eləyirsiniz. -4 tam keçdiyinə görə -4,3-dəki artıq 4-ü keçib də, yəni bu deməkdir. Yəni -4,3-də 2 -4 ilə -5-in arasında yerləşə bilər. Əgər -4-ü keçibsə, baxın 4 ilə 5-in arasında. Məsəl üçün, -3 tam olsaydı, deməli 3 tamı keçibsə 3 ilə 4-ün arasında yerləşməlidir. O formada olur. Cavabımız burada olacaq A bəndi. Sonra, tənasübdən x-i deyir tapaq. X-i həll edək, tapaq. X üstəgəlsin 0,4-18. Dövrdə 99, biz bilirik ki, mötərizələrin sayı qədər, mötərizədəki ədədin dövrdəki ədədlərin sayı qədər biz 9 rəqəm yazmalıyıq məxrəcə və sürət olduğu kimi qalacaq 18 bölünsün 3 bərabərdir -11-də 3-ə. İndi həll edək. 18 ilə 9 nə ixtisar gedək? 9-un özünə. 9-u 99-u 9-a böləndə 11, 18 9-a böləndə 2 qalacaq. İndi x plus 2 bölünsün 11, 11 bölünsün 3 bərabərdir 3 bölünsün 11-ə. İndi mən bunları baxın bu formada, mən bunları bax bu məxrəci, bu sürətlə bu məxrəcə çarpaz vurmalıyam və bunları da çarpaz vurmalıyam. Yəni çarpaz vuranda 11-i vurmalıyam nəyə? X plus 2 bölünsün 11-ə bərabər 3-ü də 3-ə vuranda 9 eləyəcək. İndi deməli mötərizələri mən vurub aça bilərəm və yaxud da ki, vurub açmağı bir dəfə sizə göstərim. Deməli 11-i x-ə vuranda 11x eləyəcək. Üstəgəlsin 2 vurulsun 2 bölünsün 11 vurulsun 11 bərabərdir 9-a. Bu deməli vurmanın, toplamanın paylama xassəsidir. Vurmanın toplamaya görə paylama xassəsidir. İndi 11 x üstəgəlsin 11-lər ixtisar edəcək qalacaq 2 bərabərdir 9-a. 11x bərabər 9-dan 2 çıxanda eləyəcək 7. X də bərabərdir 7. X də bərabərdir 7 bölünsün 11-ə. Və x-imizi tapdıq. Bizdən x-i soruşur. Tənasübdən x-i deyir tapın. Mən burada görüm. Burada görürsünüz mən işarəni səhv etməklə səhv yazdım. Baxın burada mənfi qoymamışam. Mənfi atsaq. İndi təzədən gəlin bunları bir də hesablayaq. Gəlin bunları bir də hesablayım. Səliqəsiz olmasın. İşarə səhv etmişəm. Deməli, x plus 99-dan 18 bölünsün 3 bərabərdir -3 bölünsün 11. Mənfi olanda əlbəttə ki, mənfini itirsək bizdə cavab çox dəyişəcək. Yəni başqa bir kəsir aldıq. İndi 18 ilə 9 deməli bayaq dedik ki, 18-i mən 9-a bölsəm 2 alacam. 99-u 11-ə 99-u 9-a bölsəm 11 alacam. X plus deməli 2 bölünsün 11 bölünsün 3 bərabərdir -3 bölünsün 11-ə. İndi sözlə məxrəci bir-birlərinə vursaq, 11 vurulsun x plus 2 bölünsün 11-ə bərabər 3-ü də 3-ə vuranda -9. Bu mənfini saxladım. Elə ki, məxrəcə vurdum sürətə. Mənfini saxladım. 3 də vurdum -3-ə. -9. 11 x üstəgəlsin 11-i 11-də 2-yə vuranda eləyəcək 2 bərabərdir -9. 11x bərabərdir -9 çıxılsın 2. 11x bərabərdir. Dedik ki, hər ikisini mənfi olanda toplayıb qarşıya mənfi atırdıq. Bu da eləyəcək nə? 11x bərabərdir -11, x də bərabərdir -1. Yəni biz bir mənfiyə fikir verməməklə görülüş cavaba tamamilə fərqli aldıq. Cavabımız O bəndi. Yəni siz o səhvi etməyin. Sonra keçək digərlərinə. 8 saata 17 detal hazırlayan tokar 85 detala neçə saata hazırlayar? Yəni bir tokar dəzgahı deməli 8 saata 17 detal hazırlayırsa, 85 detalı neçə saata hazırlayar? X saata hazırlayar. Deməli biz bilmirik necə saata hazırlayacaq. Ona görə də 8 saata görə 17 detal hazırlayırsa, 85 saata daha çox detal hazırlayar da. Yəni burada düz mütənasib asılılıqdır. Düz mütənasib asılılıq olanda da biz onları necə hesablayırıq? Bax belə çarpaz vururuq. Əgər burada tərs mütənasib asılılıq olsaydı, məsəl üçün biri artıb biri azalanda olanda necə olur? Baxın, biri artıb biri azalırsa, onda tərs mütənasib asıllıq olacaq. Tərs mütənasib asılılıqda biz onlara qarşı-qarşıya məcbur vurmalıydıq. Amma düz mütənasib asıllıq olduğuna görə deməli biz onları çarpaz vurmalıyıq. Düz mütənasib asılılıqda həmişə yadda saxlayın ki, çarpaz vurulur bir-birlərinə. Yəni 8-i mən x-ə vurmalıyam, bərabərdir. 85 ilə də 17-ni bir-birinə vurmalıyam. Deməli bərabərdir. X də bərabərdir 85 vurulsun 17 bölünsün 8.
Mhm. Bura 85 detal deyirik. 85 detal yerlərini səhv yazmışam. Detalın altından deməli, saatı da saatın altına yazmaq lazımdır. 8 deməli saata 17 detal hazırlayırsa, deyir 85 detalı neçə saata hazırlayar? X saata. Bu deməli saat, bu saat, bu da detal. Yəni hamısını bir-birinin altına qeyd etmək lazımdır. Yəni çarpaz yenə vursaq, 8 vurulsun 85 bərabərdir 17 vurulsun X-a. X-in yanında olan ədəd deyirik ki, həmişə bölünür. Deməli, X orada nəyə bərabər olacaq? Yəni 8 vurulsun 85 bölünsün 17-yə. Həmişə belə hasilləri vurub bölməyə tələsməyin, çünki cavabınız böyüməsin. 85-i 17-yə böləndə eləyəcək, deməli 5, 8 əvədə 5-in 40 eləyəcək. Yəni 40 saata da 85 detal hazırlayarmış. Sonra ifadəsinin qiymətini hesablayın. Baxın, bu tipdə sual 2 tam, deməli 2 tam dövrdə, gəlin sualımızı köçürək, sonra hesablayaq. 275 dövrdə üstə gəlsin 1 tam dövrdə 724-ə bərabərdir. 2 tam, deməli dövrdədir, 3 dənə rəqəmdir, rəqəmlərin sayıqda 9 yazsam, 3 dənə 9 yazsam və 275-də dövrdə sürəti olduğu kimi həqiqə yazılacaq. 1 tam deməli 724 bölünsün 999. Tam hissələri bir toplayıram, kəsr hissələri də bir toplamalıyam. Tam hissələr hansılardır? Bax, bu ikilər tamlardır. 2 üstə 1 gələndə 3 eləyəcək, üstə gələnsin. Bu kəsrləri də mən bir toplamalıyam. Eləyəcək nə? 9, 9, 9. Deməli, 275-in də üzərinə 724 gələndə, deməli, eləyəcək 999. Bunları da mən bir-birinə bölsəm nə qalacaq? 1 qalacaq. 3-ün də üzərinə 1 gələndə eləyəcək 4. Ədədim oldu 4. Gördünüz nə rahat hesablama oldu. Sonra deyir ki, 10-cu sualımız, 10-cu sual biraz uzun sualdır. Bir-bir həll etməliyik biz bunları. Yəni variantlara görə həll edək. Deyir ki, A və B ədədləri qarşılıqlı əks ədədlərdir. Əks ədədlər bir-birinə görə işarələrinə görə fərqlənir. Məsəl üçün biri -2-dirsə, -2-nin əksi nədir? 2-dir. Məsəl üçün 1-in əksi nədir? Məsələn, -1-dir. Əks ədədlər həmişə bir-birinə işarələrinə görə fərqlənir. Sonra qarşılıqlı tərs ədədlər nə deməkdir? Qarşılıqlı tərs ədədlər, məsəl üçün 5-in tərsi nədir? 5-də 1. Məsələn, 4-ün tərsi olacaq 4-də 1. Sonra, məsəl üçün deyək, kəsrlə versək, kəsrin tərsi nə olacaq? Məsəl üçün 5-də 2-nin tərsi nə olacaq? Tərsi olacaq 2-də 5. Məsəl üçün 9-da 7-nin tərsi olacaq 7-də 9. Tərs ədədlər bax bu formada sürətlə məxrəcinin yeri həmişə dəyişəcək. Amma əks ədədlər həmişə işarələrinə görə bir-birindən fərqlənir. İndi buna əsasən biz suallarımızı həll edək. Sadə ədədlərimizdə bilirik ki, sadə ədədlər özünə və vahidinə bölünən ədədlərdir. Mürəkkəb ədədlər isə 2-dən çox bölünə olan ədədlərdir və qarşılıqlı sadə ədədlər burada yazılıb. Qarşılıqlı sadə ədədlər nələrdir? Qarşılıqlı sadə ədədlər ancaq ortaq vuruğu olmayan ədədlərə deyilir. Ortaq vuruğu, yəni birdən başqa ortaq vuruğu yoxdur. Və bunlar ona görə də qarşılıqlı sadə ədədlərdir. İndi baxaq bir-bir hesablayaq. A bəndində, deməli 1-də daha doğrusu. Birdə deyilir ki, baxın, bir nömrəli sual. Baxın, 13 və 14. 13 və 14 ardıcıl ədədlərdir. Ardıcıl ədədlər biz bilirik ki, onlar həmişə qarşılıqlı sadə ədədlər olmalıdır. Deməli, ona görə də 1-ci, 2-ci və 3-cü sual. Deməli, ardıcıl ədədlər qarşılıqlı sadə ədədlərdir. Yəni 1-ə D gedir. 1-ə D gedirsə, mən D-ni buradan silirəm. Artıq çünki D bəndi birdən başqa heç bir suala getmir. Sonra baxın, burada 1000-də 125 var. İkinci suala baxın, demək 1000-də 125. 1000-də 125-i mən ixtisar aparsam 125-ə bölsəm, sürətlə məxrəci. Burada 1 qalar, burada 8 qalar. Yəni, bax, bu 1000-də 25 var. Bu əslində A-mız bizdə nədir? 8-də 1-dir, B-miz də 8-dir. Sonra bax, -2,5. -2,5-i də mən ixtisar etsəm 5-ə, 5 və 2 qalacaq. -5 bölünsün 2 qalacaq. İndi buna əsasən də suallarımıza baxaq. Deməli, sonra deyir ki, A və B qarşılıqlı əks ədədlərdir. Əks ədədlər, yəni işarələrinə görə fərqlənir. Baxın, 3-cü sualda -5, -2-də 5 və 2-də 5. Yəni, bunlar əks ədədlərdir də. Ona görə də 3-ə elə A bəndi gedəcək. 3-ə, A bəndi 3-ə gedəcək. Getdi. Sonra A və B qarşılıqlı tərs ədədlərdir. Tərs ədədlər, yəni 1 bölünsün şəklində olmalıdır. Baxın, 2-ci sualda 8 və 8-də 1 qarşılıqlı tərs ədədləri 2-yə gedəcək.
Sonra AB hasilini sadə tək ədəddir. Sadə deyir. Deməli, AB has ikinci suala görə Y bəndi uyğun gəlirmi? Baxın, hasil deyir. Yəni 8-də 1 ilə 8-in hasili bizə 1 verəcək. Bizə 1 verdi, axı 1 sadə ədəd deyil, nə sadədir, nə də mürəkkəb. Deməli, 2-yə uyğun getmir. 3-ə baxaq görək. Deyir ki, qarşılıqlı tək ədədlərdir. Mənfi deməli 5/2-ni 5/2-yə vurursan cavab mənfi eləyəcək. Yəni bu mənfi ədədlər heç vaxt sadə, nə də ki mürəkkəb ədəd ola bilməz. Sadə və mürəkkəb ədədlər ancaq natural ədədlərə aid olan bir deməli anlayışdır. İndi 13 və 14-ə baxaq. 13-ü 14-ə vursaq, 13 vurulsun 14. Qarşılıqlı hasili sadə tək ədəddir. 13-ü 14-ə vuranda hər hansısa bir ədəd alınır. Deməli biz deyirik ki, sadə tək ədəddir. Bu sadə ədəd ola bilməz. Axı məsələn 13-ü 14-ə vururam, yaxşı. 13-ü 14-ə vursaq, deməli 4 dəfə üçün 12, 2 yazırıq bir yadda. 1, 5, 3, bu da 1. Deməli 2, 8, 182. 13-ü 14-ə vuranı 182 elədi. Amma deyir ki, sadə tək ədəddir. 2 tək ədəd deyil, 2 cüt ədəddir. Ondan əlavə 182-nin bölənləri hansılar? 182 deməli 1-ə bölünür, 182-yə bölünəcək, 13-ə bölünəcək, 14-ə bölünəcək. Çünki bunu 13-ə 14-ə vurub mən bu cavabı almışam da. Deməli həm də 13-ə və 14-ə bölünür. Bu necə sadə ədəd ola bilər? Sadə ədəd ola bilməz axı. Sadə ədədlər ancaq 2 bölən olmalıdır. Bir özü, bir də 1 olmalıdır. Başqa sadə ədəddə başqa bölənlər olmamalıdır. Ona görə deməli, Y bəndi ümumiyyətlə heç birinə getmədi. Y bəndini də deməli silsək, Y bəndini də silsək burdan. Hə. Y bəndi ümumiyyətlə heç bir variantə getmir. Qalır A-1 fərqi natural ədəddir. İndi çıxaq bir-biri A-1-yə. 13-dən 14 mən birinciyə uyğun həll etsəm, 13-dən 14-ə çıxanda -1 alacağam. -1 natural ədəd sayılmır. 1 getdi. 2-yə onu hesablasam, deyir 8-də 1-dən 8 çıxsam, bu da natural ədəd olmayacaq, kəsr olacaq, getdi. Və -5-də 2 və çıxsam 5-də 2 fərqdən çıxsam, bu da natural ədəd sayılmayacaq. -10/2, bu da -5. Mənfi ədədlər natural ədəd sayılmırlar. Ona görə bu bənd də getdi. Yəni ki, B bəndi də heç bir varianta uyğun gəlmir. Yəni siz açıq sual bax bu 10 nömrəli sualları həmişə işləyəndə hər bir varianta uyğun yox. Burada verilən cavabları bütün variantlar üçün yoxlamalısınız ki, ödəyir ya yox. Yəni B bəndi heç bir variant üçün ödəmədi. Deməli 10 tapşırıq idi. A bəndində 10 dənə sual idi. O 10 sualın hamısını işlədik. Digər suallarda da hamısı buna uyğundur. O formada da işləyə bilərsiniz.